Yanğınsöndürən olmaq mənə daha uşaq yaşlarımdan maraqlı gəlib. Hər bir uşaq kimi mən də filmlərdə gördüyüm səhnələrdən həvəslənərək bu peşəyə maraq göstərmişəm. Daha sonra hərbi xidməti başa vurduqdan sonra bu peşəyə yiyələnmişəm. Xilasedici olmamışdan qabaq bir çox işlərdə özümü sınamışdım. Sonradan 2010-cu ildə qərar verdim ki, xilasedici kimi işləmək istəyirəm. Həyatda insan xilas edilməkdən gözəl bir şey yoxdur. Bir yanğınsöndürən olaraq deyil, bir insan olaraq hadisə yerinə gəldiyimiz zaman yanğının çətinliyi və relyefi ilkin olaraq insanın həyəcan və stres yaratdığı kimi məndə də bu həyəcan olur. Ancaq ki, burada insan faktoru və yanğının yayılması və ya digər əmlakın böyüməsi, yanması ilə nəticələnirsə, biz artıq burada həyəcan və stresimizi kənara qoyaraq öz peşəkarlığımızı yerinə yetiririk. Əsas insan faktoru varsa, biz orada xilas etmə işləri görürük, təxliyə işlərinə baxırıq. Ən çox da avtoqəzalar böyük miqyaslı hadisələrdən biri avtoqəzalardır. Ən axırıncı Biləcərdə olan avtoqəza idi. Böyük yük daşıyan maşın 4-5 dənə maşının üzərinə düşmüşdür və orada biz böyük bir xilas etmə işi gördük. Bir saat desəm bəlkə də azdır. Biz orada bir insanı orada götürdük. Bizim ən böyük uğurumuz və sevincimiz ondan ibarətdir ki, yanğınlarda insanlar əsasən də az yaşlılar xəsarət almasın. 2011-ci ildə qardaş ölkədə Van şəhərində biz zəlzələdə iştirak eləmişik. Orada çox hadisələrlə bir rastlaşdıq. Orada ən çox məni çəkən hadisələrdən biri az yaşlı uşağı xilas etməyimiz oldu. O uşağı çıxartmağımız səhv eləmirəmsə 109 saatdan sonra biz o uşağı xilas eləmişdik. Xidmət etdiyim illər ərzində ən ağır yanğın hadisələrindən Binəqədi rayonunda baş vermiş hündür mərtəbəli yaşayış binasında olan yanğın mənim daha çox yadımda qalıb. Çünki bu çox təəssüf ki, ölümlə nəticələnən bir yanğın hadisəsi oldu. İnsanlar təbii olaraq əmlakları, yaşadığı mənzil yandığı halda dərhal bizə məlumat vermək olduğu halda özləri bu yanğınları söndürmək üçün cəhd edirlər. Bu da çox vaxt uğursuz alınır. Təəssüflər olsun ki, insanlarımız öz mobil telefonları ilə çəkiliş edib sosial şəbəkələrdə bu kadrları daha çox işıqlandırırlar. Mən onlara tövsiyə edərəm ki, bu hallara yol verməsinlər. Onu edəcəklərinə bizim üçün, yanğınların söndürülməsi üçün ərazini boşaltsınlar və təhlükəsizlik yerə keçərək bizim üçün yanğının daha çox söndürülməsi üçün şərait yaratsınlar. Vətəndaşlar tərəfindən Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olduqda dərhal həmin rayon üzrə yanğın avtomobilləri istiqamətdə hadisə yerinə doğru yönəldilir və biz yanğın hadisəsinə getdiyimiz zaman ən optimal yol vasitələrindən istifadə edərək yanğın yerinə tez çatmaq üçün istifadə edirik. Əfsuslar olsun ki, vətəndaşlarımız xüsusən gecə saatlarında öz şəxsi avtomobillərini düzgün parking etmədikləri üçün biz hündür mərtəbəli yaşayış binalarında yanğınların söndürülməsində çətinlik çəkirik. Vətəndaşlardan xahişimiz olar ki, öz şəxsi avtomobillərini düzgün parking etsinlər və yanğın su hovuzlarının qarşısında öz şəxsi avtomobillərini saxlamasınlar.